Mən sənin mədənəm. O mədə ki, səndən nələr çəkir, nələr. Hələ toya gedəndə mənim üçün matəm olur. 3 boş qab yemək, üstündən plov, kabab. Hələ də doymursan? Səncən o qədər yeməkdən sonra o dondurmanı yeməsən evə gedə bilmirsənmi? Bilirəm, məni tanımırsan deyə belə davranırsan. Gəl tanış olaq. Mən sənin qarın boşluğunda qida borusu ilə nazik bağırsaq arasında yerləşən əzələli bir orqanam. Tutumum təxminən 1,5 litrdir. Amma bəzən məcbur qalıb 4 litrə qədər genişlənirəm, elə toyda olduğu kimi. Mənim işim çox ağırdır. Mexaniki həzm. Gələn yeməyi əzəllərimlə qarışdırıb xırdalayıram. Kimyəvi həzm, mədə şirəmlə, hidroxlorid turşusu və fermentlər qidaları parçalayır, bədən üçün yararlı hala gətirirəm. Müvəqqəti saxlama. Sən yeməyi bir dəfə yeyirsən, mən onu tədricən bağırsağa ötürürəm. Amma sən nə edirsən? Hər şeyi bir dəfə yığırsan içimə. Mən partlamayım, bəs kim partlasın? Mən səni yaşadan mühərrikəm, zibil qabı yox. Ona görə də mənə biraz hörmət et. Mən sağlam işləsəm, sən də sağlam yaşarsan.